görmək həvəsi ilə üz tutuqlar, Gəncədən gələn qonaqları öz sevincli, öz qəlbinin xoş arzuları ilə qarşılayan Goranboylular bugünkü görüşü xatirələrində uzun müddət yaşadacaqlar. Bugünkü görüşün Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 97-ci il tarixli fərmanının icrası ilə əlaqədar uşaqların arasında cinayətkarlığa qarşı mübarizə sahəsində apardıkları profilaktiki işin qarşılıqlı mübadiləsi ilə bağlı təşkil olunmuş bu görüş, Goranboyluların sözün həqiqi mənasında sevincinə səbəb olmuşdur. İcazə verin, bütün Goranboylular adından, Goranboy İcra Hakimiyyətinin başçısı Cənab Fazıl Yusifovun adından Gəncədən gələn bütün qonaqlarımızı salamlayaq, onlara xoş gəldin deyək. Qonaqlarımız müxtəlif kategoriyadan olan nümayəndələrlə təmsil olunmuşdur. İcazə verin qonaqları sizə təqdim edim. Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, Azərbaycan Kənd Təsərrüfatı Elmlər Akademiyasından gəlmiş nümayəndələr, Gəncə şəhər Polis İdarəsinin nümayəndələri, Gəncə şəhər Təhsil İdarəsinin nümayəndələri, Gəncə şəhər Mədəniyyət Şöbəsinin nümayəndələri, Gəncə şəhər Yazıçılar Birliyindən, Qadınlar Şurasından, Veteranlar Şurasından, Şəhid Analar Cəmiyyətindən, Qarabağ Əlilləri Cəmiyyətindən, Rus icmasının nümayəndələri, dalğa-dalğa bütün Azərbaycan məhdudlarından kənarda, beynəlxalq aləmdə Azərbaycan incəsənətini, musiqisini, mahnısını layiqli şəkildə təbliğ edən Göygöl mahnı və rəqs ansamblı, Gəncə Dövlət Kamera Orkestri, Gülşən Uşaq Rəqs Ansamblı, Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin kollektivi, Gəncə şəhər Uşaq Musiqi Məktəbinin kollektivləri, Gəncə Dövlət Kukla Teatrının kollektivi, Gəncə şəhər Nizami Poeziya Teatrının kollektivi, Gəncə şəhər yeniyetmələrdən ibarət futbol komandası bugün Goranboyluların qonaqlarıdır. Gəncə şəhər İcra Hakimiyyəti adından çıxış üçün söz Xanlar Əmraslanov cənablarına verilir. Hörmətli Fazil müəllim, əziz Goranboylular. Biz bura gələndə bizim bu nümayəndə heyətini Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Cənab Eyvaz müəllim özü şəxsən yola saldı və birbaşa mən Eyvaz müəllimin bizə tapşırdığını sizə çatdırıram. Hörmətli Fazil müəllim, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eyvaz müəllim bütün Goranboyluları İcra Hakimiyyətinin bütün aparat işçiləri adından, bütün gəncəllər adından salamlarını çatdırmağı mənə tapşırdı. Bunun üçün sizə və bütün Goranboylulara təşəkkürümü bildirirəm. Mən burada çox maraqlı bir əhval-ruhiyyə görürəm. Yəni, çox tədbirlərdə iştirak edirik. Yəni, bugünkü tədbir tamamilə başqa tədbirlərdən fərqlənir. Fərqlənir ona görə ki, uşaqdan tutun böyüyə qədər doğmalıq tamamilə agah olunur və tamamilə bu doğmalıqda özünü həm bunun fərqi yoxdur, yəni 30 dəqiqə Gəncədən Muradidən ayırır bizi. O eyni doğmalıqlarla Gəncədə özünü hiss edirsən və gözün gördükcə Gəncədə olan kadrların Fazil müəllim. Sizə də təşəkkürümü bildirirəm, əksəriyyəti buradaymış ki, dobra gözü Gəncədir ki. Və bütün bu təşkilatçılıq işini və bu böyük tədbiri bu çox yüksək səviyyədə hazırlandığına görə və burada bizə bu yüksək səviyyədə hörmət göstərdiyinə görə bütün Gəncə əhli adından sizə təşəkkürümü bildirirəm. Və bu gün bu qarşılanmanın özü mənəvi tərbiyyənin çox böyük, bariz nümunəsidir. Mənə belə gəlir ki, bunların hamısı nəinki Gəncə ilə, Goranboylular sizə təşəkkürümü bildirirəm Gəncə Basar adından həm də buna səlahiyyətim çatır ona görə ki, bütün Respublikada olan nə müsabiqələr keçirilir, nə zona üzrə tədbirlər keçirilir, əksəriyyəti Gəncədə keçirilir. Və bu gün Goranboylular hamını qabaqlayır, eşq olsun Goranboylulara. Fazil müəllim, siz başda olmaq şərti ilə mən bir məsələni xatırlayıram. Bugün Goranboy özündədir.
Mən arzu edirəm ki, Respublikamızın bütün rayonları özünü belə dərk edib, bax, beləcə bir-birinə qayğı göstərsin, beləcə uşaqdan tutun böyüyə qədər doğmalığını təsdiq eləsin. Eşq olsun sizə, eşq olsun Gəncəyə, eşq olsun Goranboya, eşq olsun Azərbaycana, eşq olsun Azərbaycanın prezidenti Möhtərəm Heydər Əliyevə. Bir zamanlar körpələri güllə səsindən diksinən Goranboylular, Gəncəlilər bugün sözün həqiqi mənasında bayram əhval-ruhiyyəti yaşayırlar. Əziz Gəncəlilər, Goranboyluların uğurları həmişə sizi sevindirmiş, son zamanki uğurlarından bir neçəsini sizə xatırlatmaq istəyərdim. Burovdağın ətəyindən 47 kilometr məsafədən Goranboya içməli su çəkilişi başa çatmışdır. Gəlin alqışlayaq, belə. Bu yaxınlarda sizin hamınızın bildiyiniz kimi bugünkü tədbirin canlı keçməsi üçün rayon icra hakimiyyəti tədbirin müxtəlif məntəqələrdə keçməsini planlaşdırmışdır. Meydan oxuyacaq bir dövlətdən bundan çəkinmirəm. Çünki bizim Respublikamızın hörmətli prezidenti dünya miqyaslı bir siyasətçidir və Azərbaycanı gələcəyə aparmağına inanıram. Və burada mən onu demək istəyirəm ki, bu şənliyi mənim ömrümün ən gözəl dəqiqələrindən birini yaşadığım bu vaxtı hörmətli Ramiz müəllimə Sadıqova təşəkkürümü bildirirəm. Şəxsən mənim iş otağıma gəlib və qarşınızda baş əyirəm. Ramiz müəllim niyə deyirəm onu? Hara getmişsinizsə, harada işləmişsinizsə, Reyknatdan Patpolkovnikə gələnə qədər bu xidmətləri siz fərzlərə xidmət eləməlisiniz. Siz öz şəxsiyyətinizi görə eləmişsiniz və vətən və millət örnəyini görə eləmişsiniz. Eşq olsun sizə, təşəkkürümü bildirirəm.